gecə bildiyiniz kimi şəhadət gecəsidir. Xanım Fatimə Zəhra salamullah şəhadət gecəsi hesab olur. Bu gecə çox əzəmətli gecələrdəndir. Bu gecə böyük alimlərin dualarının bu gecəyə saldıqları gecədir. Bu gecə Əli əleyhissalamın sevimli xanımı Zəhranın şəhadət gecəsidir. Və bu gecə 11 imamın anasının şəhadət gecəsidir. Bu gecə Kərbəla şəhidi Hüseyin əleyhissalamın anasının şəhadət gecəsidir. Həqiqətən mərifət əhl-i beytə mühümdür. Əgər bir adamın əhl-i beytə mərifəti olmasa, ona əhl-i beytin fəzilətindən danışmaq çox çətindir. Bir adam Zəhranı tanımırsa, ona 100 dənə də olsa oxu, onun gözünə yaş gələndir. Düzdür, xanımın neçə illərdir qəbri gizlidir, neçə əsrlərdir xanımın qəbri gizlidir. Amma bu atəş, bu alov ürəyimizdə yanır. Bu gecə xanım Fatiməni biz vəsilə gətirir. Bu gecə Siddiqi Kubranı vəsilə gətirir. Bu gecə Peyğəmbərin ciyər güşəsini biz vəsilə gətirir. Salam olsun sənə Zəhra. Salam olsun sənə Zəhra. Ey məqam-ı İsmət-i Kubra, salam olsun sənə. Nur-i çeşmi Həzrət-i Taha, salam olsun sənə. Şiələrin 1400 ildir axtarır, tapmır səni. Ey məzarı binişan Zəhra, salam olsun sənə. Gözün gəzdirdi, baxdı ətrafa, Əli məndən sonra qoyma balalarım yetim qal. Gözüm baxdı dolandırdı Əli əmoğlu. Çağır balalar. Ölüm ayarında ana öz balalarını çağırır. Siz İmam Həsən, İmam Hüseyin, xanım Zeynəb kiçikdilər o zaman. Xanımın cəmi 18 yaşı var idi, 19 yaşı var idi. Gəlmişdilər, dalaşmışdılar ananın o xəstə canının üzərinə. Orada ravi yazır deyir, xanım Zəhra gözaltı vaxtı bağlarına, Həsən dayanmışdı baş tərəfdə, Hüseyin ayaq tərəfdə. Qızın öz anasına xas əlaqəsi olur. Zeynəb özün salmışdı Zəhranın yaralı sinəsinə. Balalar üzgül ağlaşırdı, Əli ağlardı, Zəhra ağlardı. Balalar qapılara həmsədə olurdu. Nə mənzərəli ilahi bu, nə haldır? Peyğəmbərin ciyərparəsinin halına bax, Əlinin xəcalətli halına bax. Bu kuflar, bu cütlüklər bir-birindən nədir ayrılardı Allah. Ah, bu gecə gəl bizə şəhadət gecə
gecəsini, ay dərdi olan, ay miskini olan, ay hacəti olan, ay dərdi mən. Böyük ariflər deyir, əgər dərdim var, Xanım Zəhranın şəhadət gecəsi dərdini Allah'tan istər. Əgər duan var, saxla Xanım Zəhranın şəhadət gecəsi duanı Allah'tan istər. Əgər hər nə xas hacətin var, xanımın şəhadət gecəsi istər. Bu gecə bir fürsətdir. Bu təvəssüllər, bu göz yaşları, bu nüdbələr, bu hacətlər, bu matəm axşamı bizə bir fürsətdir. Hər harda əyləşirsən, Xanım Zəhranın müsibətində göz yaşı tök, hacətini Allah'tan istər. Mənim öz sözümdür, böyük məqam sahiblərinin sözdür. Deyir, Xanım Zəhranın şəhadət gecəsi, hər nə hacətin var istə, Allah bir həqqi Zəhra hacətin qəbul eləyər. İnşallah Allah bu cəmin hacətlərin bir həqqi Zəhra qəbul eləsin. Allah bu cəmin hacətlərin xanımın ehtiramına xatir tezliklə avurda bir xeyr eləsin. Allah xanımın hörmətinə xatir o qeybətdə qalan balasının zuhurunda təcil eləsin. Xülasə xanım canın istir Allaha taşır. Qorxur, nədən qorxur? Qəbrin gecəsindən, Zəhra qəbrin gecəsindən qorxur. Bizim halımız nə olacaq ilahi? Zəhra qəbrin gecəsindən qorxurdu. Dedi, Əli, bu su, dedi, Fizzə su gətir. Fizzə su gətirmişdi. Əli əleyhissalam demişdi, nədir bu su? Dedi, Əli, bu suyu mənlə qəbirdə dəfn eləyərsən, dedi. Bu zəmzəmdir, xeyr, Əli zəmzəm deyil, nədir? Dedi, Əli, bu gecələr ibadətində Rəbbimin xovfundan qorxduğum zaman gözlərimdən gələn yaş damlaların məcmuəsidir. İnşallah Allah'ın rəhməti mənə hasıl olsun. Belə bir xanım üstür dünyadan gedən xanımı gətirmişdi Əli əleyhissalam məxsərə üçün xanımın vəsiyyəti dedi, Əli mənə gecə qusulu verərsin, məni gecə hənut edərsin. Əli Zəhranı gecə yarısı dəfn edərsin. Çünki xanım nifrətini bildirirdi onu qətil eləyənlərə. Zəhra canım fəda olasın. Zəhra bugün sənin qəbrin pünhandır. Bugün qəbrin üzərində nə bir çıraq var, nə bir zəvvarım var, nə gələrim var, nə gedərim var. Bibinin vəsiyyətidir bu. Ay aşiqanə Zəhra, ah gecə yarısı ayın işığına əsma su tökür, əli qusulu verir. Allah Allah, Fizzə deyimində gördüm Əli oturdu yerə, bir ürəyinin dərinliyindən ah çəkdi, ağladı. Zəhra vay dedi. Dedim Əli nə oldu? Niyə birdən halın dəyişdi bu qədri? Qəlbimin dərinliyindən nalə çəkdin. Dedi Fizzə, çünki Zəhranın biləklərində qəlbi yarələr gördü. Peyğəmbərdən şərməndə olacaq. Çünki Zəhranı
şəxsiyyətli adamın cənazəsini izdihamla dəfn olunur. Görərlər, böyük bir şəxsin cənazəsinin təşhisinə nə qədər cəm gələr, hal təsviyyət deyər. Peyğəmbərin ciyər cuşəsi, bilirsən, təşhis cənazəsində nə qədər adam var idi? Çox qəlil, az, 10, 9, 12, çox az, barmaq sayı miqdarında adam Zəhranın cənazəsini təşhis edir gecə yarı. Bundan da böyük bəla budur, bundan böyük müsibət Əhl-i Beytin haqqında budur. Zəhra bu qədər məzmundur, gecə yarısı dəfn olur. Az bir adamla dəfn olur, büyündə qəbri pürhandır. Nə demişdi? Əli, gör nə qədər pakizədir, nə qədər siddiqədir, nə qədər tahirədir, vəsiyyət eləyir. Əli, məni cənazədə aparanda bədənimin şəklini naməhrəmlər cənazəmdə müşahidə eləməsinlər deyə üstümə əhbas xanımın vəsiyyəti. Gör nə qədər hicaba riayət edir, hətta cənazəsində belə onu düşünür. Səvəcallar fəda ey ki dünya xanımı Zəhra. Ay Zəhra, 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 ay Zəhra. Əlinin səbrini azaldın.